Herkese salam, mən Məryəm. Kanalıma və videoma xoş gəlmisiniz. Bugün sizlərlə birlikdə kənddə bir günümü vloglayacağım. Bu ikinci vlogumda artıq. Yəni kənddə olduğum ərəfə bu ikinci vlogda çəkirəm. Deməli bugün rayona gedəcəyik. Ondan sonra bir dənə planımız var, rayona gedəcəyik. Hinduşka yem alacağım. Bir də ki mənim qatığım var, Milla. Ondan alacağım. Çünki burada satılmır mağazalarda. Belə. Daha sonra bilmirəm nə edəcək. Hava tutqundur, yəqin ki xəngəl bişirərik. Bu qədər. Bu arada makyajımı da eləmişəm, highlighterım nə qəşəng qalıb. Heç nə, əynimi geyinim, saçımı düzəldim və bir yerdə yola qoyulaq. Arkadaşlar baxın belə oldum. Kofta bu arada qardaşımdandır. Şalvarımı tanıyırsınız. Sepimi de tanıyırsınız. Makyajım da böyle. Son olarak da bu bu MAC'in 10 nömrə dodaq qələmini çəkdim. Bunu da xalam verib. Çox qəşəngdir də yəni. Mənim xalam və bacım bir qələm xəstəsidir. O gün xalam gətirəndə gördük, çox bəyəndik. Xalam da dedi sizin olsun. İşte böyle. Burada çok qəşəng görünür. Saçım sudu, dünən çimmişdim. Saçımı topuz elədim, yıxdım, qaldı burada. Yadımdan çıxartdım. Yadımdan çıxdı çıxartmaq. Tutay qaldı. Məncə çox qəşəng görünür. Suludur deyə yığmadım day. Belə. Gedim indi TikTok çəkim. Femida da bizdən gəlir. Hal-hazırda özü buradadır. Femiş. Aşkım. Ürəyim. Həyatım. Mwah. Mwah. Ona paltar seçerim məndən bir yerdə. Belə. Belə. Nə geyindirək Femidaya heç bir fikrim yoxdur. Femida, ayağını şöyle aşkım. Aşkım. Mwah, mwah, mwah. Belə oldu Femida. Güzel. Gedirik. Böyle. Bu kızın da kombini değişti. Bu kızın kombini değişti. Femida. Hayatım. Ay kız. Ancaq ağlayır. Da bura yox, bura yığıb məni. Zarafat edirəm. Ay kız, Femiş. Mwah. Aşkım. Əslində mən tək gedəcəkdim. Sadəcə bunlar heç nə də gəldilər. Mən də dedim, bugün olar. Yaxşı. Heç də dostlar, böyle gidiyoruz. Bu arada mama ayakkabımı yuyup, mən də krokslarımı geyindim. Maşallah, çok temiz görünürlər. Böyle. Ay Femiş. Hayatım. Bu boydaydı Femiş'e. Nerede? Nerede benim? Bilmem. Paltar mı? Bilmem nerede? Şortuya. Burada. Yüksel. Aşkım. Bebeğim. Hanimiş benim tatlışım.
Dostlar, artıq evdəyik. Toyuqla bərabər sizi salamlayırıq evdən. Gidiyor. Belə nənəmin donu da geyinmişəm. İndi mənim mamam xəngəl bişirəcək. Mən də belə qəşəng otururam. Möhtəşəm yüzyıla baxıram. Elə yemiş duş aldı. Aşkım. Bebeğim. Ay, arkadaşlar biraz ağladım çünkü yax soğan çayı girdim xəngələ. Qoydum indi onun üstünə, mama da xəmiri qatdı. Belə. Bu arada yemək yerindən sonra bəlkə bərabər hovuza girdik. Böyle. Öz qatığımı da burada hazırladım. Belə. Dostlar, bu arada belə bir video çəkmək fikrim var. Femidan orada mahnısı oxuyur yatmaq üçün. Hürrem Sultanın ninnisi. Hə, mən belə bir vlog çəkmək istəyirəm. Femida ilə bir gün. Yəni bacım Femida ilə bir gün vlogu çəkmək istəyirəm. Sizcə necə fikirdir? İstəyirsiniz elə bir vlog? Fikirlərinizi rəy bölməsində bildirərsiniz. Dostlar, deməli yeməyimiz hazırdır. İndi bunu qəşəng yeyirik. Sonra biraz dincəlirik. Daha sonra isə hovuzun suyuna baxın. Birazdan gəlib içməyəcəyik. Amma çox soyuqdur. Belə. Dostlar, deməli mən biraz yatdım. İndi durdum. Gedirik hovuza bərabər çimməyə. Üstümü geyindim. Bir dənə saçımı da topbuz eləyim, sıxı. Gedək. Saçımı o qədər sıx topbuz elədim ki, başım ağrıdı. Oydu, çox sıxdım. Neysə, bu da belə. Getdik. Gəldik, hovuzun qırağındayıq. İçində biraz şeylər var, o qara-qara. Onlar motorun suyundan dolayı elədi. Belə, birazdan girəcəyik. Hovuzdayıq şu an. Su çox buz kimidir də, yəni çox soyuqdur. Sən içimdə beləsə gedək. Arkadaşlar, deməli hamımız hovuzdayıq və buz kimidə suya biraz gec öyrəşəcəyik də. Ona görə nə edirik? Arxası üstə gedəcəyik suya. Risk eləyirik ki, çıxsın. Biraz arxaya ged, Ayan. Ayan da bu arada. Arkadaşlar, suyun içindəyik, buz kimində öyrəşməyə çalışırıq. Dostlar, deməli çıxdıq hovuzdan. Səbiş öz şəkillərini çəkir. Ay Allah, bu qıza quzu kəsim. Həyatım, sən nə qəşəng eynəyin var. Ay Femida. Aşkım. Dostlar, artıq evdəyəm. Duş qəbul elədim, saçlarımı falan qəşəng yudum. İndi isə evləri falan toparlayacağım, biraz dağınıqdır. Belə. Dostlar, deməli əynimizi geyindik. Femidanı biraz havalanması üçün burada arx var, ona çıxardacağıq. Çünki biraz xəstədir, öskürür. Belə hazırlaşdıq. Böyle gəzintidəyik arkadaşlar.